Aha, deməli, gəlin başlayaq məsələlərimizə. Məsələdə bizə deyir ki, içərisində 100 bakteriya olan qapalı qabda 400 bakteriya əmələ gəlməsi üçün minimum neçə dəqiqə vaxt lazım əlverişli şəraitdə. Variantları bizə nə verib? A-nı verib 20, B-ni verib 30, C-ni verib 40, D-ni verib 80, Y-ni də verib 60. Gəlin hesablayaq, baxaq. Deməli, bizə deyir ki, başlanğıc olaraq qabda içərisində 100 dənə olan bakteriya, 100 bakteriya olan qab. Onda N0 neçəyə bərabərdir? 100-ə. Neçə bakteriya əmələ gəlib? 400 bakteriya. Bizdən də T nə istəyirdi? Minimum. Minimum nə qədər bakteriya əmələ gəlir? Ən kiçik. İndi bunu iki cür başa sala bilmərəm, saatı verməyib bizə. İndi nə edirik? Yerinə qoyuruq. NT bizdə 400-dür, N0 100-dür. 100 vur. 2 üstü N bərabərdir 400-ə. Bunu böyük bir yekə bir X kimi xəyal eləyin. Güya ki bu X-dir. 100 vur X 400-dürsə X neçəyə bərabər olar? 4. O X 2 üstü N-də. N neçəyə olar? 2. Bunları geriyə alaq. İndi 2N neçəyə bərabər olar? 4-ə. N-də 2-yə. Yəni 2-nin üstü neçə? 4 eləyər. 2. Qüvvət anlayışını bilməyənləri də başa salır. 2 üstü N o deməkdir ki, 2-ni N dəfə öz-özünə vurursan. 2 üstü 2 deyil. 2 üstü 5 olsun. 2 vur, 2 vur, 2 vur, 2 vur, 2. Qüvvət anlayışını bilməyənlərimiz olar. Yəni 2-ni 2 dəfə vuranda 4 eləyir də. Əsasən 2-nin olur, yəni daha çox 2-nin olur, 100% 2-nin olur. Çünki 2-nin qüvvətlərini əzbərləyir. Məsələn, 2 üstü 1, 2 eləyir, 2 üstü 2, 4 eləyir, 2 üstü 3, 8, 2 üstü 4, 16, 2 üstü 5, 32, 2 üstü 6, 30, 64, belə gedir. Aha, N-i tapdıq 2. İndi burada qalmırıq. T minimum. Bizə T minimumun düsturunu verib. T minimumunu tapmaq üçün N-i tapmışıq. T-ni bölməliyik 30-a. T-ni 30-a böləndə minimumu tapırıq da. N minimum. N minimumu da tapmışıq 2. Deməli, T olacaq 60. 60 saniyə. Olacaq bizə Y variantı. İndi gəlin başqa bir məsələ növünə baxaq. Silək lövhəmizin. Dəqiqə. Deməli, növbəti bir sualımız belədir. Deməli, deyir ki, N sayda, əlverişli şəraitdə N sayda bakteri hüceyrəsinə 2 saat ərzində maksimum neçə bakteriya əmələ gələr? Maksimum deyir. Biz bunu bir qıraqda yazaq. Maksimum deyirsə biz 20 dəqiqəni hesablayacağıq. Maksimum düsturumuza da 20 verilir. Minimum desək 30 hesablayarıq. Mən 2 cür hesablayacağım. Bizdə prosta ki, belə verib. A-nı verib 64-in, B-ni verib 6N, C-ni verib 4N, D-ni verib 16N, Y-ni verib 32N. Gəlin baxaq. Bizə 2 saat verib. O da 120 dəqiqəyə bərabərdir. Deməli, neçə nəsil olacaq? 6 dənə nəsil olacaq. 6N. 6 nəsil. İndi biz bunu belə hesablayaq. Belə bakteriya məsələlərində bu belə gedir. Hər 20 dəqiqədən bir bakteriya hüceyrəsi artır 2 dəfə. 20 dəqiqədən bir bu bakteriya hüceyrəsi olacaq 2N. 20 dəqiqədən bir olacaq bu bakteriya hüceyrəsi 4N. 20 dəqiqədən bir olacaq 8N. Yenə bir 20 dəqiqə keçdi. Olacaq 16N. Yenə keçdi, olacaq 32N. Yenə keçdi, olacaq 64N. Yəni, baxaq görək. Oldu mu 2 saat? Bu 1 saat. Bu 1 saat. Oldu mu 2 saat? Oldu. Deməli, neçə dənə gələr? 64N. Belə də hesablaya bilərsiniz. Məsələn, deyər ki, 5 dənə bakteriya hüceyrəsi, 5 deməkdə 2 deyil. N0 2 olsa, hesabla.
64 n bizim düsturumuzdur. 64 n vurarsan 2'ye. Aha. Cevabımız ne oldu? 64 n. Gəlin 30 ne hesablayaq. Minimum istəsəydik nə edərdik? 2n, 4n, 8n, 16n. Baxaq görək oldu mu? 30, 30. Bunun ikisi oldu 1 saat. 30, 30. Bu da oldu 1 saat. 16n. Onda da biz olacaqdı. Cevabımız 16n. İkinci var. Üsul. Silək. Devam edək. Növbəti sual axtarıram. Və bizdə belə bir şey var. Bölünməyə məruz qalan bakteriya sayı. Bölünməyə məruz qalan. B-mi, G yazaq. Bu bərabərdir. NT çıx N0. Yəni, məsələn, bizim 2 bakteriyamız var idi. Olmuşdu 4. Bu bakteriyaların ikisi zaten bölünüb. Yəni, bölünmürdü. Bunlar özü bölünürlər. Bölünmə neçə bakteriya məruz qalır? 4 çıx 2 bakteriya. Yəni, o da NT çıx N0 bərabərdir BMG. Yəni, bölünməyə məruz qalan bakteriya sayına. Bunu kənardan yazacaq qırmızıyla. BMG bərabər nəyə? NT çıx N0. Aha. Deməli, deyir ki, en sayda ilkin bakteriyanın fəsiləsiz bölünməsi nəticəsində onların sayı 32 dəfə artıbsa, bu zaman neçə bakteriya bölünməyə məruz qalmışdır. Bu n idi. N idi. 32 dəfə bölünübsə olub 32 n-də. Deməli, yazaq üstünə. NT, bu da N0. Bu başlanğıcdır, bu son bakteriya sayıdır. DMG bərabərdir. NT çıx N0 yazmışıq. 32 n çıx n. O da eləcə 31 n. Yəni, burada A verib 32, B verib 31. Elə cavabda B variantıdır. 31 n. Keçək növbəti məsələmizə. Bir-iki məsələ işləyək və bitirək. Deməli, deyir ki, əlverişli şəraitdə 4 saat ərzində bir bakteriyada maksimum sinəsi əmələ gələr. Asan bir sualdır. Maksimum istəyir bizdən və 4 saat istəyir. 4 saat 4'e vurar 60'a 240 dəqiqə. Maksimum istəyir. Maksimum üstü nə idi? T böl 20. T'miz bərabərdir 240 dəqiqəyə. 240'ı bölər 20'yə ki tapaq da. Böldüyü oldu 12. Cavabımız elə 12 olacaq. Maksimum 12 dənə əsləməyə gələr. Silək. Deməli, verib bizə 2 ilkin bakteriyanın əlverişli 3 nəsil əmələ gəlmişdir. Bu müddət ərzində maksimum isə bakteriya bölünməyə məruz qalmışdır. Yəni 2 üsulla eləyəcəm sizə. Gəlin birinci üsula baxaq. Asan da var, çətin də. Bir də maksimum deyir. Yəni maksimiyyətdə saxlayır. 2 ilkin bakteriyadan. N0'ımız 2'dir. Nəsil sayımız 3'dür. Yerinə qoyub hesablaya bilərik də. NT bərabərdir 2 vur 2 üstü 3, yəni 2 üstü 4, o da eləcək 16. 16 elədi mi? Elədi. Bizə də negativ bakteriya bölünməyə məruz qalıb. BMG bərabərdir 16 çıx 2, 14. Bu belə. Bu birinci üsulumuz. Gəlin keçək öbürsünə. Bu nisbətən məncə daha rahatdır. 5 dəqiqəli hesablaya biləriz. Bizə maksimum dedi axı. Bizim 2 bakteriyamız var. Nəsil sayda 3'dür. 2, 4, 8, 16. Baxın, nəsil budur. Bu 1 nəsildir. Bu 2 nəsildir. Bu 3 nəsil. 3 nəsil olanda 16 oldu. Niyə 16 oldu? Çünki maksimum deyir. Maksimum da 20 dəqiqədir. Maksimum yəni 20 dəqiqə olacaq. Aha, deməli 16 oldu. Yəni bölməyə məruz qalan 16, 12 çıxdı 14. Bu da qısaydı və asan idi. Keçək başqa bir daha məsələ və videomu bitirək. Deməli, gəlin baxaq. Deyir ki, 4 ilkin bakteriyanın fasiləsi bölünməsi nəticəsində onların sayı 32 dəfə artıbsa, bu zaman neçə bakteriya bölməyə məruz qalmışdır. N0'ımız 4'dür. NT nədir? Deyir ki,
32 dəfə artıb, yəni 4 vur 32. 128. Sonra deyir ki, nə qədər bakteriya bölməyə məruz qalıb? BMG-ni istəyir bizdən. O da bərabərdir. 128 çıx 4, 124. Bugün məsələlərimiz bu qədər şagirdlər. Bu qədər rahat məsələlər idi. Ümid edirəm hamınız yaza bilərsiniz. İmtahanda sizə uğurlar. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənədək.